Təsəvvür edin ki, bir mağaraya girirsiniz və qarşınıza 40 mərtəbəli göydələnlərin rahatlıqla sığa biləcəyi nəhəng bir dünya çıxır. Bura sadəcə bir mağara deyil, yerin altında gizlənmiş tam başqa bir planetdir. Vyetnamın bu gizli koordinatında 1000 illərlə insan gözündən uzaq qalan bu möcüzəni 1991-ci ildə bir yerli sakin təsadüfən tapdı. Lakin məkandakı uğultu və qaranlıq o qədər qorxulu idi ki, dünya onun varlığından yalnız 2009-cu ildə xəbər tutdu. Shan Dong. Buranın içərisində öz çayı, öz meşəsi və hətta öz buludları var. Bəli, daxildəki temperatur fərqi o qədər böyükdür ki, yerin altında buludlar formalaşır. Təsəvvür edin ki, nəhəng bir Boeing 747 təyyarəsi bu mağaranın daxilində rahatlıqla uça bilər. Amma bura daxil olmaq ayda gəzməkdən daha çətindir. İldə cəmi bir neçə yüz nəfərə icazə verilir. Bu amansız macəra üçün minlərlə dollar və günlərlə davam edən cəngəllik yürüyüşü lazımdır. Çünki bura bəşəriyyətin hələ tam kəşf edə bilmədiyi son nöqtələrdən biridir. Gün işığının heç vaxt çata bilmədiyi bu yer altındakı meşələrdə bir gecə qalmağa cəsarət edərdinizmi? Dünyanın ən qəribə və gizli koordinatlarını bizimlə kəşf etmək üçün Koordinat Travel-a abunə olmağı unutmayın.